Linki atmışam çata dostlar. Kim istəyir, danışmaq istəyir, qoşulsun. Yəni chatdadır və yaxud da telefonla qoşulsun, fikrini bildirsin. Və mən buradan indi Goranboy rayonunun icra başçısına, yəni orada onun da adını çəkdi. Ona da Borsunlu kəndi icra nümayəndəsinə də, orada o bələdiyyə sədrinə də müraciət edirəm. Sizin heç kişiliyiniz yoxdur mu? Bir kətdə uzaqbaşı belə ailə bir dənə, iki dənə, üç dənə, beş dənə ola bilər də. Ay şərəfsizlər. Ləyaqətiniz yoxdur mu sizin? Bax, damın altında qabaqdan da qanlı qış gəlir. Təsəvvür edin. Vallahi mən bəzən fikirləşirəm ki, indi bu bizim adını da qoyublar ki, bu Avropada söyüş müxalifəti. Mən də yenə baxanda belə hərdən bir təqdir edirdim onları. Məsələn, elementar bir şey deyim sizə. Bu Eşat Məmmədov var, Qazaxlı. Onun nə siyasətə dəxli var, nə heç nəyə dəxli yoxdur. Hacı İbrahim adında bir şərəfsiz Mehribanın dədəsindən əlbir olub. Sana ev satmaq adıyla buna bir iki evin pulunu hardasa bir 300-350 minə yaxın pulunu alıblar. Vermirlər. Bu da sivil yolla Bakıda mübarizə apardı ki, mənim pulumu verin ya da evimi verin, mən Quşada qalıb yatmayacağım ki. Və bu Hacı İbrahim şərəfsiz də bunu hətta həmən bu bandalardan dövlət təhlükəsizlik xidməti, polislə filanla xox edib, hətta nümayəndə də çağırıb ki, səni pusat bastıraram içəri. Və o indi gəlib burada, deyək ki, Avropadan burada meydan oxuyur, belə 3 köprü, 5 köprü edib bunların şərəfsizləri, haqq deyir. Bunun siyasətə dəxli yox, bir şey yox, şərəfsiz. İnsanın pulunu ver ya da evini ver, qaysın, geçsin, vətənində yaşasın, heç səndən də işi yoxdur. Hər vələ sənə nəsə güldən ağır bir söz desə, nə deyirsən deyir. Deməli, istəsən sən həm söyləyəcəksən, həm döyəcəksən, həm... Yəni, açıq da deyir, İlham Əliyev açıq deyir ki, şeydir, biz özümüz istəyərik döyərik, istəyərik söyərik, istəyərik minərik, istəyərik, yəni nöqtalayarıq, nə istəsək onu eləyərik, bizdə belədir. Kim istəmir, yol açıqdır.